Deyir qardaş, bunu biz çıxartmamışıq ki, Amerika çıxardı. İndi biz də deyirik, bunu biz çıxartmamışıq ki, Amerika çıxardı, Rusiya çıxardı. Biz də onlardan sonra öyrənmişik ki, Rusiya məsələn özündə Amerikanın, Fransanın, Britaniyanın təsir agentlərinə hansı münasibət göstərirsə, Amerika özündə Rusiyanın, Koreyanın təsir agentlərinə hansı münasibət göstərirsə, biz öz ölkəmizdə Amerikanın, Rusiyanın və digər ölkələrin təsir agentlərinin, onların dilinə və mədəniyyətinə eyni münasibət göstərəcəyik. Yəni biz burada alternativ mədəniyyət yaratmalı deyilik ki, Rus mədəniyyəti altında paralel bir mədəniyyət. Azərbaycan müstəqil dövlətdir, öz dili var, öz dini var, öz mədəniyyəti var və bu mədəniyyət inkişaf eləməlidir. Yoxsa buradan Rus məktəblərinin sayını 500-ə çatdıraq, oradan da fransızlar gəlsin ki, bizim də 500 məktəbimizi, oradan da ingilislər gəlsin, ingilis dilli 500 məktəb, İspaniya gəlsin, Portuqaliya gəlsin, sonra biz burada olaq mədəniyyətlər ocağı da, yəni öz dilimizi itirək, öz dinimizi itirək, elə deyil. Rus dilini də bilmək lazımdır, fransız dilində, alman dilində, amma dil şəklində bilmək lazımdır. Daha mədəniyyət şəklində yox. Öz mədəniyyətimiz var. Pisdir, yaxşıdır bizim mədəniyyətdir. Pisdir, yaxşıdır bizim dinimizdir, bizim əxlaqımızdır, bizim yaşam kodekslərimizdir. İzah edelim. Putinin və Rusiyanın və digər ölkələrin də biraz kobud çıxacaq deyim. Başları üçün deyil ki, Azərbaycana bu məsələlərdə də müdaxilə. Öz içimizdəki xainlər olmasa, sapı özümüzdən olan baltalar olmasa, kənardan heç kim bizə heç nə eləyə bilməz.